Bu suala düzgün cavab versən, mürəkkəb cümlənin sənə görəndə dizlərə səcək. Bu da qəşəng cümlə təhlil edə bilərsiniz. Gəlin öncə sualımıza baxaq. Bu sual həm dil ədəbiyyat müəllimləri üçündür, həm də bloka hazırlaşan abituriyentlər üçün. Buyurun, baxın. Səbəb nəticə əlaqəli tabesi mürəkkəb cümlələr hansılar? Güclü küləyə əsdi, ağacların çoxunu kökündən qopardı. Desəydi ki, güclü küləyə əsdi, ağacların çoxu kökündən qopdu, külək əsdiyinə görə qopub. Amma burada məsələ nədir? Cümlə mürəkkəb olmalıdır, ona baxmalısan. Əsdi nə? Külək. Qopardı nə? Külək. Külək əsib, külək ağacların çoxunu kökündən qopardı. Artıq burada səbəb və nəticəyə baxmırsan. Çünki cümlə sadə. Cümlə sadədirsə artıq orada səbəb nəticənin başını bıraq keçsin. Çox adam dərsə gəlməmişdi. Çünki vaxtında xəbər verilməmişdi. Mən orada çünki qoya bildimsə, artıq bu getdi hara? Tabeli mürəkkəb cümləyə. Səbəb nəticə deyil, nəticə səbəbdir. Yerlər dəyişikdir. Ona görə 2 ilə götürə bilməzsən. 3. Dua edirsən, ona görə də qəlbin sakitləşir. Dua edirsən kim? Sən. Sakitləşir nə? Qəlbin. Vəssalam. 2 dənə ayrı cümlədir və ona görə də əlavə eləyə bilərəm. Qəlbin sakitləşməyin səbəbi nədir? Dua etməyindir. Səbəb nəticə əlaqəli tabesi mürəkkəb cümlə. Yetərincə hazırlaşmadı. Ona görə də arzusu ürəyində qaldı. Sən bunu bu cür düşünmə. O hazırlaşmada onun arzusu ürəyində qaldı. Onun əlavə eləyə bilməzsən bura. Eyni şəxsə fikir vermə. Arzusu ürəyində qalmaq bir frazeoloji birləşmədir. Və əvvəldən mübtəda da artırmaq olmur, şəxsiz cümlədir. Qutardı getdi, məzmuna baxma. Hazırlaşmadı kim? O. O arzusu ürəyində qaldı deyə bilməzsən, qutardı getdi. Deməli mürəkkəb cümlədir. Aydın demə. Müəyyən şəxsi, bu da şəxsiz. 2 cümlə birləşibsə müəyyən şəxsidir. Və deməli, hazırlaşmadığına görə arzusu ürəyində qaldı. İnşallah sizin də arzunuz ürəyinizdə qalmaz, arzunuz həyata keçər. Bunun üçün cavab oldu nə? 3-dən 4. Bunun üçün bizim filolog qruplarımıza qoşula bilərsiniz ki, arzunuz ürəyinizdə qalmasın. Həmçində bloka hazırlaşmaq üçün sürət qruplarımızdan faydalana bilərsiniz. Aprelin 20-sinə kimi yeni qruplar açılacaq. Bu qədər sağ olun. Bu tip izahlar üçün də bizi izləməyə davam edin.